Salam əziz istifadəçilər, hər birinizi xoş gördük. Bu videoda sizlərə modelders.az səhifəsini necə proqram şəkildə istifadə edə bilərəm sualına aydınlıq gətirəcəm. Bəzən mənə suallar gəlir ki, müəllim, mən istəyirəm ki, proqram şəkildə cihazımda olsun. Hər dəfə səhifənin adını yazıb və yaxud da profilimə hər dəfə daxil olmağıma ehtiyac olmasın. Bunun həlli yolu varmı? Əlbəttə ki, bunun həlli yolu var. Bunun üçün nə edəcəksiniz? Aşağıda Google Chrome məndə aktivdir, açıqdır. Bu bütün cihazlarda Google Chrome olur. Olmazsa proqramın adını yazaraq, yəqin ki, proqramın adını da sizə göstərim. Yəni bu hal-hazırda bu proqramdır və Google Chrome bunun adını yazaraq siz öz kompüterinizə, öz planşetinizə, öz mobil telefonunuza yükləyə bilərsiniz. Əksər cihazların üzərində özü avtomatik gəlir. Olmazsa dediyim şəkildə Google-da axtarış verərək proqramı yükləyə bilərsiniz. Bu proqram olduqdan sonra siz Google Chrome-da modelders.az saytını yazırsınız və az saytına daxil olduqdan sonra burada sağda 3 nöqtə var. Bu 3 nöqtəyə daxil olursunuz və 3 nöqtəyə toxunduqda aşağıda bir menü açıldı və həmin menünü öz aşağıya doğru düşdükdə Cast, Save and Share vasitəsi var. Bu işarəni yadda saxlayın, çünki fərqli dildə ola bilər. Bu işarənin üzərinə gəldikdə gördüyünüz kimi solda yeni bir pəncərə açıldı və həmin pəncərədə aşağı hissədə burada 2 dənə hissə var. Buradan qısa şəkildə də bir də proqram şəklində yükləmək olur. Dediyim kimi bunu bütün cihazlarda etmək olur. İstər planşet, istər mobil telefon, istərsə də kompüter. Və buradan birincini seçirik. Install yazılan hissə, bu kompüter şəkili olan. Bunun üzərinə vurduqda burada mənə bir mesaj gəlir. Yəni siz bunu proqram şəklində yükləmək istəyirsinizmi? Burada cancel var, bir də install var. Biz installın üzərinə daxil oluruq və avtomatik səhifə proqram şəklinə çevrilir və proqram şəklinə çevrildi. Mən bunu çıxdım, gördüyünüz kimi mənim ekranıma da düşmüş olur. Və bunu dediyim kimi bütün səhifələrdə, bütün cihazlarda edə bilərsiniz.